Azərbaycan Prezidenti İlham Əliyev Zəngəzur dəhlizi ilə bağlı son bir dəqiqə açıqlaması verdi və onu diqqətinizə çatdırırıq. Gündəm xəbərinin efirində 2 aprel tarixində məlumatımız isə belədir. Belə ki, Zəngəzur dəhlizində avtomobil yolunun 90%-i, dəmir yolunun isə 70%-i artıq tamamlanıb. Bunu Prezident İlham Əliyev Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının, vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edərkən söyləyib. Dövlət başçısı bildirib ki, bugün qarşıda duran əsas məsələlərdən biri nəqliyyat, logistika, tranzit imkanlarını genişləndirməkdir. Prinsip etibarilə buna hər zaman ehtiyac var, çünki ölkələrimizdən keçən orta dəhliz hər birimizin marağına cavab verir. Xüsusilə indiki geosiyasi vəziyyətdə orta dəhliz, Transxəzər dəhlizi və Zəngəzur dəhlizi bu istiqamətdə olan digər layihələr daha böyük önəm daşıyır. Yəqin ki, bugün Azərbaycan tərəfi bu məsələ ilə bağlı məlumat verəcək. Azərbaycan ərazisində işlərin böyük hissəsi artıq görülüb. Həm dəmir yolları, Bakı ticarət limanı, bizim avtomobil yollarımız, hava limanlarımız, bütün nəqliyyat infrastrukturu hazır vəziyyətə gətirilib. O ki qaldı Zəngəzur dəhlizinin icrasına, orada avtomobil yolunun təqribən 90%-i, dəmir yolunun isə təxminən 70%-i hazırda. Ümid eləyirəm ki, yaxın gələcəkdə bu layihə tam icra ediləcək. Bilirik və çox şadıq ki, Türkiyədə də Qars-Naxçıvan dəmir yolunun tikintisinə start verilib. Beləliklə, bu layihələrin uzlaşdırılması, koordinasiya şəklində icra edilməsi yeni bir önəmli beynəlxalq dəhliz açacaqdır. Bu orta dəhlizin bir qolu olacaq və bizim inşa etdiyimiz dəmir yolu infrastrukturu birinci mərhələdə 15 milyon ton yükün daşınmasına hesablanıb, amma gələcəkdə bu arta da bilər və yəqin ki artacaq. Amma hər halda 15 milyon tonluq yeni bir dəhlizin açılması həm ölkələrimiz, həm də geniş coğrafiya üçün olduqca böyük önəm daşıyır. Biz yenə də burada çox ciddi və məsuliyyətli mövqe sərgiləyirik. Həm öz maraqlarımızı təmin eləyirik, həm də dünya üçün yeni nəqliyyat yollarına təqdim edirik. Yəni bu bir daha göstərir ki, bizim ölkələrimizin və təşkilatlarımızın məramı sülhə, əməkdaşlığa, əminamanlığa, qarşılıqlı hörmətə və eyni zamanda da qarşılıqlı maraqlara yönləndirilib deyə Azərbaycan Respublikasının prezidenti İlham Əliyev məhz Türk Dövlətləri Təşkilatına üzv dövlətlərin hökumət başçılarının, vitse-prezidentinin görüşünün iştirakçılarını qəbul edərkən bu fikirləri səsləndirib.